Ağdam rayonunda 31 yaşlı oğlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısının həyat yoldaşına xəsarət yetirib. Ağdam rayon sakini 1994-cü il təvəllüdlü Məmməd yeznəsi alimlə onun yaşadığı fərdi yaşayış evinin qonaq otağında bacısı Elnarəni döydüyünə görə mübahisə edib. Şəxsi münasibətlər zəminində mübahisə zamanı o yeznəsini yumruqla bir dəfə sifət nahiyəsinə vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonunun kəndində yaşayır. Zərər çəkmiş şəxs yeznəmdir. O, bacım Elnarənin həyat yoldaşıdır. Əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. 2012-ci ildə bacım alim ilə rəsmi olaraq ailə həyatı quraraq birlikdə yaşamağa başladılar. Həmin nikahdan 2 övladları dünyaya gəlib. Həmin vaxtdan alimlə Elnarə arasında söz söhbətləri olub. Buna görə bu səbəbdən sözləri üst-üstə düşməməsidir deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ildə yeni il bayramı ilə əlaqədar bacısı Elnarənin yaşadığı evə qonaq gedib. Biz birlikdə yemək yedik, sonra Elnarə ananın xəstə olduğu üçün yaşadığı evə gedərək bayramını təbrik etmək istədiyini bildirdi. Alim də buna etiraz etmədi, getməyini bildirdi. Bundan sonra Elnarə ilə birlikdə anamın yaşadığı ünvana getdik və onun bayramını təbrik etdik. Həmin gün saat təxminən 23 radələrində Elnarəni yaşadığı evə apardım deyə o ifadəsinə əlavə. Məmmədin ifadəsinə görə 2025-ci ildə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman bacısı Elnarə ona zəng edib. Bacım alimin onu döyməsini və gələrək onu aparmağımı, əks təqdirdə intihar edəcəyini bildirdi. Həmin vaxt digər bacımın həyat yoldaşı İlqar da yaşadığım evdə olub. Lakin ona heç bir söz demədən bacımın yaşadığı evə getdim. Bundan bir qədər sonra İlqar da ora gəldi. Mən alimdən nə baş verdiyini soruşdum. O da mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla onun sifət nahiyəsindən bir dəfə vurdum. Həmin vaxtı bacım Elnarə və İlqar bizi aralaşdırdılar. Bundan sonra Elnarəni və övladlarını götürərək yaşadığım evə getdim. Ertəsi gün mən İşdə olan zaman Elnarə övladları ilə birlikdə yaşadıkları evə gedərək heyvanları və öz əşyalarını götürərək yaşadığım evə gətiriblər. Mən həmin vaxtı orada olmamışam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən alimin sözlərinə görə 2012-ci ildə Elnarə ilə rəsmi ilə ailə həyatı quraraq birgə nikaha daxil olublar və birgə nikahlarından 2 övladları dünyaya gəlib. Elnarə ailə daxili münasibətlərimiz normal olub. 31 dekabr 2024-cü ildə qaynım Məmməd arvadı İlhamə ilə birlikdə bayram ilə əlaqədar bizə qonaq gəldi. Birlikdə yemək yedikdən sonra Elnarə anasının xəstə olduğu üçün onun yaşadığı evə getməyi, bayramını təbrik etməyi bildirdi. Mən də anasının evinə getməsinə razı oldum. Bundan sonra arvadım qardaşı ilə birlikdə anasının evinə getdi. Həmin gün saat təxminən 23 radələrində gəldi deyə o ifadəsində göstərib. Zərər çəkmişin ifadəsinə görə növbəti gün saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman arvadı Elnarəyə ona məxsus olan köynəyinin sökülən hissəsini tikməsini bildirib. Elnarə tikməyəcəyini söylədi. Ondan niyə görə köynəyimi tikməməsini soruşdum. Cavab verdi ki, yaxşı edirəm. Bu zaman əsəbləşərək onun yaxasından
tutdum və silkələyərək divana tərəf itələdim. Bundan sonra heç nə etmədim deyə o əlavə edib. Zərər çəkmiş qeyd edib ki, daha sonra Elnarə evin arxa tərəfinə keçib, qardaşı Məmmədə zəng edib, onun aparmasını bildirib. Bundan bir neçə dəqiqə sonra qaynım və bacanağım İlqar yaşadığım evə gəldilər. Bu zaman Məmməd məndən nə baş verdiyini soruşdu. Ona bacına deyirəm mənim köynəyimi tik. O isə tikməyəcəyini bildirdiyindən və bu səbəb soruşduqdan yaxşı edirəm dediyini bildirdim. Bu zaman Məmməd də bacısına haqq qazandırdı və yaxşı etdiyini dedi. Mən də onu və bacısını təhqir etdim. Bundan sonra Məmməd yumruqla sifətimə, başıma və bədənimin müxtəlif nahiyələrinə yumruq təpiklə zərbələr vurdu. Sonra isə arvadım və bacanağımı bizi araşdırdılar. Sonra isə Məmməd arvadımı və 2 az yaşlı övladımı da götürərək getdi. Sonradan öyrəndim ki, növbəti günlərdə arvadım, qaynatam, bacanağım və qaynım yaşadığım evin həyətində ümumi bircə mülkiyyətdə olan 5 baş iri buynuzlu heyvanı, 3000 manat pul, arvadımın üzüyü və məişət əşyalarını götürərək aparıblar. Mən də döyülməyim ilə bağlı Ağdam rayon polis şöbəsinə ərizə ilə müraciət etdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Ağdam rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.